Kimsə var orada? Sən olduğun hər yerdə mən də varam. Sən kimsən? Səncə? Pafoslu cümlələr yaradıcılıq və onun yaradanı arasında səmimiyyətsiz deyil səncə də? Səndən səmimi olmaq fikrim yoxdur. Çünki səni sevirəm. Necə ki atan, ananı səni sevir. Qarşılıq gözləyərək, qarşılıqsız olduğunu iddia eləyərək. Səmimi sevgi sağlam olmur İsmail. Qarşılığında nə gözləyirsən ki məndən? Maneələrə qarşı mübarizə aparmağını istəyirəm. Bu maneələri niyə yaratmısan axı? Hekayə maraqlı olsun deyə, İsmail. Sən rahat yaşayarkən mənim çəkdiyim əziyyətə dəyərmi? Sənin əziyyət çəkə bilmə limitin mənimki qədərdir. Artığı mümkün deyil. Əgər mübarizəyə davam eləsəm, bitirəcəksən hər şeyi. Axıra kimi getsən. Axır haradır? Ya ən zirvə, ya da ən dip, İsmail. Hekayə ancaq bu ikisində bitə bilər. Unutma, ya ən zirvə, ya da ən dip. İçim sirkələndi Hüseyin. Şofir qız kimi sürür. Ata, xahiş edirəm bu cizgi serialda cinsiyyətçi ifadələr işlətməyək. Maşın sürməyin qadın və ya kişi olmağa dəxli yoxdur. Üzr istəyirəm, istiqamətimiz hansı tərəfədir? Qara evə sür. Bir də mümkünsə mahnı qoş. İsmail'ın beyninin içində sanki qarışıq bir tıxac vardı. Baxışları isə tamamilə hissiyatsız idi. Kimin səsi idi o? Deyə İsmail həyəcanla ətrafındakı insanları sorğulamağa başladı. Babək, sənin səsindir bu? Deyə İsmail şübhələrini Babəkə doğru yönəltdi. Hansı səs? Bu səs. Eşitmirsiniz siz onu? Mənim eşitdiyim bir səs var. Yalnız oydu məni döyüşdən döyüşə aparan. Bu səs Azad Azərbaycanın səsidir. Fırlayın da bu radionu. Başqa şey yoxdur qulaq asmağa. Onu demirəm, bariton səsi eşitmirsiniz siz? Deyə İsmail eşitdiyi kadr arxası səsi izah eləməyə çalışdı. Nə? Kadr arxası səs? Bu nə idi bəs? Üzr istəyirəm, biz onu içirdim. İndi qaldığımız yerdən davam eləyək. Bəli, hörmətli izləyicilər, Azərbaycanın bu ayki YouTube trend siyahısında olan bütün məşhurlarımız bugün bu nikah mərasiminə dəvətlidirlər. Bəli, əziz tamaşaçılar, heç birinin efirə çıxarılası üzü olmadığı üçün hal-hazırda biz onları göstərmirik. Oy İsmail oğlum, qudam harda da ondan bir qudalar rəqsi oynayım. Sadıq əmi, mənim atam burada deyil. Hardadır bəs? Atamı illər əvvəl qumarda uduzmuşam. Bunu sizə deməmişdim. O an etdiyim o böyük səhvin fərqinə vardım. Artıq mənim heç vaxt qudam olmayacaqdı. Halbuki o mükəmməl quda nümayəndəsi düz yanımdaykən mən ondan imtina etdim. Bəzən xoşbəxtlik insanın düz burnunun ucunda olsa belə onu görmür və tərsliyib yola salır. Mən də belə elədim. Hüseyin kimi qudanı Öz Nietzsche Ağlayanda adlı kitabında deyirdi: İdeal evlilik hər iki insanın da bu evliliyə hər hansı bir səbəbdən möhtac olmadığı vəziyyətdə qurulmalıdır. Hörmətli gəlin və bəy, sizin aranızda belə bir möhtaclıq yoxdur ki təsadüfən. Yox, biz tamamilə öz iradəmizlə evlənmək istəyirik. Siz Latin musiqi qrupusunuz, hə? Ha, toy buradadır. Bəs Çingiz Mustafayev hanı? Buradadır, fanatlarından gizlənir. Nəsə bədən quruluşu oxşamır ha, elə bil. Çingiz, vazme gitaru. Bambaleo, bambaleo, eta amor, lega ate, bambaleo. Baxın dostlar, Schopenhauer deyir ki, evlənmək haqlarınızı yarıya endirmək, məsuliyyətlərinizi 2 qat artırmaqdır. Bunu nəzərə almısınızmı? Zibilə düşdük də. Evlilik zarafat deyil. Oscar Wilde deyir ki, kişilər yorulduqda evlənir, qadınlar isə maraqdan. Amma nəticə dəyişmir. İkisi də sonda xəyal qırıqlığı yaşayır. Olar ki, ədəbiyyat qaçatlamaq yerinə nikahımızı başlayasan. Mövcud situasiyaya əsəbləşən İsmail öz təmkinini qoruya bilmədi və dilləndi. Öz məkanıma girmək üçün nə oyunlardan çıxmalı oluram? Orada bir nüans var. Sənə həbsdən əlavə təzminat cəzası da verildiyi üçün balta bar satıldı. Bu o biri İsmail da buranı aldı. Deyə Hüseyin pis xəbəri İsmaila verdi.
İsmail ehmalca ətrafa göz gəzdirdi və bəy kostyumunu gördü. İsmailin ağlında bir fikir var idi. Bu onun gözlərinin parıldamasından hiss olunurdu. Hazırsınızsa başlayaq. Düşmənləri darmadağın edəcəkcəsinə dilləndi İsmail. Geyinib keçindinsə bəlkə gedək İsmail. Deyirəm birdən gecikərsən canın evlənmiş olar. Bəlkə tələsəsən. Mən də elə evli olmasını istəyirəm. Sən nə cındır adam çıxdın. Evli qadınların səni daha çox həyəcanlandırmasını başa düşürəm. Amma sənin özünlə evli olması daha məqsədə uyğun olardı İsmail. Dəhlizdə silahlı mühafizəçilər var. Əvvəlcə mən çıxıb onları aradan qaldıracağam, sonra siz gələcəksiniz. Yaxşı ata? Hörmətli Canan xanım, məşhur bir yazar da deyib ki, evlilik qulluqçuya özünü evin sahibəsi sanması üçün verilən rüşvətdir. Bunu nəzərə almısınızmı? Nikahımızı elə indi bağlamasan, silah başında partlayacaq. Nikah üçün istifadə olunası tək silah sevgidir. Hamısını nəzərə almışam. Mən bu nikaha hazıram. Onda deyiləcək başqa bir şey yoxdur. Sizi arvad elan eləyirəm. Artıq rəsmi olaraq evlisiniz. Bir müddət əvvəl uğurladı uran ərəblər. Çox dalandı məhəlləm, səbəb bu oğlandı həmən. Niyə deyə soruşsaz, bəy geyimli bu oğraş. Yaydı uranla xərcən, yayılın bax budur gerçək. Ay 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 canım, ay buna görə xərcəndir anam. Malicəsi üçün ananın evləndiğim bu oğlan, şurasıyla oranın ananı xəstə edib bu yolla. Mahnı bitməyib hələ, hekayə bitdi məndə. Ümid edirəm fikrimi anladınız axıra kimi. Ay 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 canım, ay buna görə xərcəndir anam. Canan dəhşətli bir çaşqınlıq içində idi. Gördükləri qarşısında nə deyəcəyini bilmirdi. Sən niyə çılpaqsan ay ata? Geyinmə otağına getdim, gördüm ki, toy kostyumumu kimsə götürüb. Sən də lüt gəlməyi seçdin? Heyecanlandım da, ən sevdiyim kostyum şalvarım idi o. Səni götürməyə gəlmişəm Canan. Səndən fəxr edirəm İsmail. Yuxunda dediklərimi dinləmisən. Привет, Dostoyevski. Как dела, bratan? Əclaf! Deməli anamı sən xərçəng eləmisən? Əclaf İsmail! Yo, mənə demir, o bir İsmail deyir. İsmail, öldürəcəm səni İsmail. O biraz çətin olar. Sən niyə günəynəyə taxmısan? Flora Kərimovasan sən? Yo, Cananı gəlinlikdə görəndə gözüm qamaşmasın deyə. İyrənçsən İsmail. İndi qızlar belə düşük komplimentlərə aldanmırlar. Bəsdir da. Əllər yuxarı. Ümid edirəm içində qırılan əşya yox idi. Canan. Ürəyi qısıldı deyəsən. Bu nə səs idi? Ahsəntlardır, fikir vermə. Qaydaq bizim məsələyə. Hitmanla tanış olun. Hitman, bizim üçün uşaqlarla bir dənə şou göstər zəhmət olmasa. Kim sevirsə Hitmanı 1, 2, 3, 4 Poladdan olar canı 1, 2, 3, 4 İsmail ailəsini təhlükəyə atmamalı olduğunu bilirdi və o qəti əminliklə düşməni İsmaila səsləndi. Dayan İsmail, bu ikimizin məsələsidir. Sən və mən ikimiz həll eləməliyik bunu. Mən razı. Kişi kimi ikimiz bir oyun oynayacağıq. Can güdənlərim Cananı aparıb maşına qoyacaq. Udan həmin maşına minib Cananı da götürüb çıxıb gedəcək. Uduzansa... İllər əvvəl hələ uşaqkən, hardasa 12 yaşımda. Bir dostum var idi. Atamın bir tanışının oğlu idi. Atamla atası xeyli vodka içdilər. Atam tez-tez mərzə girərdi. Tez-tez qumar oynayardı. Məndəki qumarbazlıq da ondan gəlir yəqin ki.
Nəysə ki, rus vodkası ilə başlayan söhbət rus ruletinə qədər gəlib çıxdı. Mən o vaxt elə bilirdim ki, rus ruleti keks növüdür. Atamla dostumun atası mərzə girdilər. Dostumla mənim arama bir silah qoydular. İçində bir güllə. Bizə o oyunu oynatdılar. Nəticəsini də bilirsən. Mən buradayam. O yox. Bəxt adaş, bəxt. İndi cəsarətin varsa, o sənin haqqında qərar verəcək. Canan İsmayılı sevir, ya yox? Sevir, sevmir. Güclü olmaq nədir bilirsən, adaş? Nədir güclü olmaq? Adaş, Sevir, güclü olmaq silahın məndə olmasıdır. Güclü olmaq həyatının bu dəqiqə mənim əlimdə olmasıdır. Səni öldürmək deyil gücün ləzzəti. Öldürə biləcək güclü olmaqdır. Sevmir. məsələ təkcə güclü olmaq deyil. Sən güclüsən, amma haqsızsan. Gücün də bir yerə kimidir. Güclü və haqlı biri ilə qarşılaşana kimi. Çünki güclü və haqlı insan güclü amma haqsız insandan üstündür. Sevir. Amma nəticə etibarilə o insan sən olmadın İsmail. Sən haqlı amma zəif insan oldun. Birazdan o biri dünyada haqdan bol-bol danışarsan. İsmail bilirdi. İsmail əmin idi ki, bu dəfə o silah həqiqətən atəş açacaq. O qorxmurdu. Bəlkə də qorxurdu. Qorxmuram. Alnındakı ovuq-ovuq tər dənələrindən onun qorxduğu artıq əməlli başda hiss olunurdu. Bura istidir, ona görə. İsmail dünyaya vida etməyə hazır değildi. Onun hekayəsinin belə bitməməli olduğunun fərqində idi. Amma geri çəkilsə, sadəcə sözündən dönmüş bir qorxaq olacaqdı. Yoxsa qorxu hissi ona güc mü gəlirdi? Parçalanmış beyninin hissələri onun gözündə canlanırdı. Dayan. Yaxşı. Sən qazandın. Mən uduzdum. Sən dediyin kimi olacaq. Heç kəsə toxunma. Cananı götür və çıx get. Sevmir. İsmail Cananı sevmir. Mən fikrimi dəyişdim. Sənin kimi zəifləri, mənim kimi güclüləri öldürməlidir. Və zəif dostlarını da. Onun üçün də adamlarım sizi biçmədən əvvəl sənlə sağollaşmaq istədim. Sən o biri dünyaya, mən də Cananla birlikdə heç kəsin bizi tapmayacağı bir yerə. Sağollaşmaq üçün zəng eləməyin yerinə düşdü. Belə heç kəsin səni tapmayacağı bir yerə getməyin də. Səni bu qədər adamın və kameraların olduğu bir yerdə öldürə bilməzdim. Adaş. Sən kimsən? Sevinməlisən. Adi adamların ölümü Kleopatranın əlindən olmur. Bu arada sən öləndən sonra bütün pulun Canana qalacaq. Çünki o rəsmi olaraq sənin həyat yoldaşındır. Məni öldürdüyünə görə ya mafiya səni öldürəcək, ya polis səni tutacaq. Səni biz öldürmürük. Sən öz maşınında, öz silahınla özünü öldürürsən. Səni öldürən adamsa 2000 il əvvəldən gəlmiş Kleopatradır. Heç yerdə qeydiyyatı da yoxdur. Mən Sabalta bardayam. Yetərincə şahidlərim də var. Yəni ki, güclü və haqlı olan adam, güclü və haqsız olan adamdan üstündür. Adaş. Yox! Bundan sonra nə etməyi düşünürsən? Bilmirəm. Sən? Anamla Almaniyaya gedəcəm. Müalicə olacaq. Sonra? Sonrası yoxdur. Yəqin orada fisk oxuyaram, işləyərəm. Bəs biz? İsmail, məni düzgün başa düş. Mən əşya deyiləm ki, məni hansı mübarizədə qalib gəlib əldə eləyəsən. Fikir vermisən ki, sənin üçün mənim puldan fərqim yoxdur. Sevgi əldə olunacaq bir şey deyil. Öz axarında yaranacaq bir şeydir. Cananın bu sözləri İsmail üçün ağır olsa da, qəbullanmaq istəməsə də, içdən içə bu fikrin necə haqlı olduğunu başa düşürdü. Haqlı deyil. Nə haqlı deyil? Heç nə haqlı deyil.
Amma bizim getməzdən əvvəl xoşbəxt keçirəcəyimiz bir həftəmiz var. Bizə qalan çoxlu pul və sənin qazandığın şöhrətlə birgə. Bir həftəni bir ömrə çevirə bilsək daha yaxşı olmazdımı? Bir həftə xoşbəxt ola bilərsən, amma ömür boyu xoşbəxt ola bilməzsən. Sevirəmsə deməli ömür boyu da xoşbəxt ola bilərəm. Fizik tərəfim sənə deyir ki, sevgi enerjidir və bu enerji sənin özündədir. Sein, deyəsən bunlar öpüşəcəklər. Harda deyə bizim İsmaildə o bacarıq? Termodinamikanın birinci qanununa görə enerji yox ola bilməz. Ancaq dəyişə bilər. Sən bu enerjini seçdiyin insanlara verirsən. Bu gün mən, sabahsa başqası olacaq. Ayıb deyə valla. Evlənməmiş öpüşsə, mən o Cananı gəlinim kimi qəbul eləməyəcəm. Evlənməmiş niyə? Canın evlidir. Biraz əvvəl toyundan qaçırıb gətirmədik? Amma nəzərə almadığım bir şey var. Termodinamikanın ikinci qanunu deyir ki, enerji yer dəyişdikcə keyfiyyətini itirir. Faydalı enerjidən faydasız enerjiyə çevrilir. Misal üçün şüşə butulkanı yerə çırpsan parçalanar. Sonra qırıntılarını əlinə alıb yenidən yerə çırpsan birləşməz, daha da çox parçalanar. Öpüşmə səhnəsini qaçırtmışam. Ya həll olmayıb. Hər şey dağılmağa meyillidir. Bizim üstümüzə düşənsə, o hər şeyi birlikdə saxlamağa çalışmaqdır. İsmail, razıyam. Bizim aramızda bir cazibə var. Səndə məni, məndə səni çəkən bir cazibə. Ancaq cazibə qüvvəsi iki cism arasındakı məsafə sıfıra bərabər olanda tamamilə itir. Başa düşürsən? Bir həftə, bir ay və ya bir ilə bitəcək o cazibə. Bəlkə də haqlısan. Atam həmişə deyirdi ki, uşağının anası olmadan əvvəl heç bir qızı sevə bilməzsən. Ondan əvvəlki sevgi deyil. Bir ssenaristin sənin başına hadisələr gətirdiyini iddia eləyirsən və bundan şikayətlənirsən İsmail. İndi isə özün dünyaya problemlərin içinə uşaq gətirmək istəyirsən? Egoistlik deyil bu. Yaxşı canım, ya biz ortaq fikirlərdə razılaşa bilməyəcək qədər ağıllıyıq, ya da öz fikirlərimizi ciddi sayacaq qədər axmaq. Nəticə olaraq bir həftəmiz var. Özümüzü yormağa dəyməz. Gəl bu bir həftənin dadını çıxaraq. İndi xoşuma gəlməyə başlayırsan. Ona bax, ulduz düşür. Arzu tut. Tutdum. Ulduz geri qayıdır. İlk dəfədir belə bir şey görürəm. Mən belə şeylərə inanmıram onsuz. Anı yaşamaq lazımdır. Ne olurdu gitmeseydin, hayat seninle çok güzeldi. Senden çok şey gözlemezdim, kölgem bana bes ederdi. İndi sensiz divaneyim, tam başka bir alemdeyim. Bir boşluğda pervaneyim, ne yerde ne göydeyim, ne yerde ne göydeyim. Dönmelisən əzizim, sensiz yaşamaram gözəlim. Dönmelisən sevgilim, əzizim. Dönmelisən əzizim, sensiz yaşamaram gözəlim. Dönmelisən sevgilim, əzizim. Evə çatdıq. Heyf ki, sabah gedirsən. Həmişəlik qalası olsaydım bu bir həftə bu qədər qəşəng keçməzdi. Ola bilər. Gəl içəri bir dovğa iç. Kofe deyildi o. Dovğa daha yaxşıdır məncə. Məncə də. Bir dəqiqə, Bakıdan Almaniyaya qatar yoxdur axı canım. Qatarla ayrılıq daha təsirli olur deyə Kutaisiyaya gedib oradan Almaniyaya uçacağam. Həm də daha ucuz başa gəlir. Qatarlar ayrılıqlara kədər qatarlar. Hüseyn, nə olur olsun, məsafələr bizi ayırsa da sən həmişə mənim qudam olacaqsan. Sadıq, qudat iyicoşan. Qudat eşdiz o. Canan, bir gün mənə ehtiyacın olsa, bir zəngin bəs eləyər bilirsən də. Yaxşı, özünə yaxşı bax İsmail. Sən həmişə birlikdə ən xoşbəxt olduğum insan olacaqsan.
İsmailin içindən elə bir his keçirdi ki, bunu nə özünə, nə başqasına açıqlaya bilməzdi. Bu Cananın haqlı olmasıydı. Bütün kişilər kimi İsmail da başa düşmüşdü ki, Canan onun yanında olanda onu daha az sevirdi. Ona görə də Cananın getməsi və yanında olmaması bu sevgini daha da müqəddəs eləyir və İsmaili içdən içə sevindirirdi. İsmail başa düşmüşdü ki, adi insani məqsədlərdən daha üstün ali məqsədlər var. Möhtəşəm isi xərçəngi müalicəsi üçün Almaniya səhiyyəsinə böyük köməklər göstərdi. Məşhur iş adamı Möhtəşəm isi Elon Musk'ın Tesla avtomobil şirkətini aldı. Möhtəşəm isi adıyla tanınan İsmail dünyanın ən varlı adamı oldu. Möhtəşəm isi Tesla şirkətini satdı və bütün gəlirini xeyriyyəyə verdi. Möhtəşəm isi yeni kitabı Teslasını satmış Loxun təqdimatını elədi. Möhtəşəm isinin yeni kitabı bütün dünyada bestsellerə çevrildi. İsmail kitabdan əldə etdiyi bütün gəliri Xoşbəxtlik tətbiqi adlı layihəyə ayıracağını açıqladı. Xoşbəxtlik tətbiqi layihəsinə dünyanın hər yerindən dəstək gəlir. Bu cərəyan insanlar arasında işıq sürəti ilə yayılır. Və gözlədiyiniz gün gəldi. Qonağımız xərçəng mafiyasını çöktürməklə həyatımıza girən möhtəşəm isidir. Onun fikirləri bizim qəlbimizi isidir. Xoşbəxtlik tətbiqi haqqında danışacağıq. Deməli, bu bir tətbiq etmədir. Telefonunuza yükləyəcəksiniz və hər gün qarşılaşdığınız insanlara xal verə biləcəksiniz. Sonrasında isə siz sadə şəkildə kimin pis, kimin daha yaxşı insan olduğunu girib baxa biləcəksiniz. Beləliklə, yaxşı insanlar daha yaxşı işlərdə çalışacaq, daha çox pul qazanacaqlar. Bəs bu daha bacarıqlı, amma daha pis xarakterli insanların bacarıqlı olmasına baxmayaraq, uğursuz olmasına səbəb olacaqmı? Bu, texnologiyanın ümumi inkişaf prosesini geriyə aparmayacaqmı? Elə olacaq. Amma bu bizi niyə narahat eləsin ki? Dünyanın ən böyük problemi odur ki, həyatımızda ölçü vahidi puldur, yaxşılıq deyil. Bundan sonra belə olmayacaq. Yaxşı olmayanlar artıq heç vaxt güclü ola bilməyəcəklər. Texnologiyanın inkişafı isə xoşbəxt bir dünyadan daha önəmli deyil. Bundan sonra heç kəs bir-birinə pislik eləməyə cəsarət belə eləyə bilməyəcək. Necə deyərlər, hər şey yaxşılığa doğru. Möhtəşəm isi, bizlə Rusiyaya gəlirsən. Möhtəşəm isi, dobro pожаловать в Россию. Salam əleykum. Üzr istəyirəm. Mən rus sektorunda oxuduğum üçün adətən öyrəşmişəm ki, rusca danışım. Problem deyil, buyurun. Mən sizin haqqınızda çox xəbər eşitmişəm. Sizin əməlləriniz açığı bizi biraz narahat edir. Məni öldürəcəksiniz. Yox, dəlisən sən? Nə öldürmək? Mən heyvanları, həşəratları belə çox istəyirəm. Mən səninlə sadəcə söhbət eləmək istədim. Buyurun onda, sizi dinləyirəm. Ailəm, evim, onları öldürəcəksən? Yox, dəlisən sən? Nə öldürmək? Başqa söhbət eləyirəm. Bax ailənə, uzun müddətdir səni gözləyirlər. Hər gün ümid eləyirlər ki, evə qayıdacaqsan. Amma sənin başın həmişə məşğul olur. Bu nə səs idi? Dedim axı heyvan sevərəm, ilanımın səsidir. Bax canına. Canan? Cananı öldürəcəksən? Yox, dəlisən sən? Nə öldürməyi? Bilirsən bura xaradır. Bakıdır. Hər yarım feminist qız kimi Canan da azadlıq eşqindən doyub sənin eşqinə sığınmağı seçdi və qayıdıb Bakıya gəldi. Operator şirkətlərindən aldığımız məlumata görə sənə düz 4 dəfə zəng eləyib. Sənin isə başın o qədər qarışıq olub ki, heç bundan xəbərin də yoxdur. Bunları bilmirdim. Amma sən bunları mənə niyə göstərdin? Ailəni tək qoyma İsmail. Qayıt onlara. Buralar sənə görə deyil. Qayıt evlən, uşaq dünyaya gətir. Sakit həyatını yaşa. Valideynlərini xoşbəxt elə.
Cananı xoşbəxt elə. Bu dünyada insana ailəsindən üstün heç mi yoxdur? İnan mənə. Putinin dediklərində haqq var idi. İsmail artıq ailəsi və Cananla bağlı narahatlıq hissi keçirirdi. İsmail evinə qayıtdı və sadə həyatını davam etdirdi. Nəvəm, kopya mənim cavanlığımdır. Əsl qəhrəman. 1 qram da oxşamır sənə. Oxşuyur. O cəmaatı xərcəngdən xilas eləyib. Mən də cavanlığımda qripin çarəsini tapmışdım. Zoğal mürəbbəsi ilə çay deyirsən? Yox, o vaxtlar qripdən insanlar ölürdü. Necə elədin bəs? Heç nə. Qripdən ölənlərin sayını açıqlamamağa başladıq. Hər şey olmağı gərəkdiyi kimi davam edirdi. Ta ki televizorda o xəbəri eşidənə kimi. Bildiyiniz kimi, möhtəşəm isi axırıncı dəfə ruslar tərəfindən qaçırılmışdı. Təxmin edilirdi ki, onu qaçıran Putindir. İsmailin oradan sağ-salamat çıxması və artıq xoşbəxtlik tətbiqi layihəsinin arxasında durmaması onun Putinin hədələrinə baş əydiyini sübut edir. Yox, dəlisiniz siz. Hətta qorxu nədir? Mən elə insanam. Putinin bu açıqlaması əlbəttə ki, möhtəşəm isinin milyonlarla dəstəkçisini sakitləşdirmədi. İsmailin qorxması onları məyus edib. Qorxmamışam axı mən. Nə deyim valla? Buradan elə görünmür. Bu hadisə İsmailin keyfini pozmuşdu. İsmail, əgər getmək istəyirsənsə, bizə görə qalırsansa, get. Yox, istəmirəm. Düz eləyirsən. Kaş ki səndən 2 dənə olaydı. Biri orada, biri burada. İsmailin ağlında bir fikir var idi. Bu yaxşı fikirdir. Nə mənada? Zaman bəyin yanına getməliyik. Bəs etməz bir həyat bir qəhrəmana. Çünki yanında istər övladını hər bir ana. Onu saymayanlar axmaqdır, axmaq. Onlar nə bilir axı kimdir İsmail? Onu saymayanlar bir vaxt sayacaq, onda görəcəklər. Bir mindir İsmail. İsmail, yaxşısan oğlum? Yaxşıyam ha. Elşad Xosenin Mələyin Öpüşü filmindən bəri bu qədər uğurlu kopyalanma görməmişdim. Gətirdiyimiz kostyum hanı? Buradadır. Bu kostyumu geyinəcəksən. Sonra isə yollarımız ayrılır. Babək, Kleopatra və çeçənlər sənin yanında olacaq. Sən dünya üçün, mən ailəm üçün çalışacağam. Sən möhtəşəm isi, mən sadəcə İsmail olacağam. Mən razı. Biri var idi, biri də oldu. İsmail klonu ilə yollarını ayırdı. Xoş günlər də oldu, boş günlər də. Aylar illərə dolandı. Sadıq, bu bizim sevgimizin meyvəsidir. Qadan olsun, yaxşı ki nəvəmin o biri babası sənsən. Başqa kişi sənin yerini dolduramazdı qadan. Mən də sənin üçün eynisini fikirləşirəm. Uşağa marağım öldü, gedək nərtaxta oynayaq. İsmail, ayrı evə çıxmalıyıq. Heç tək qala bilmirik. Söhbəti açmayaq da. Yo, danışmalıyıq. Hər dəfə necəsə başımı alladırsan. Bu günlük bu söhbəti bağlasan, bu axşam uşağı mən yetişdirəcəm. Oldu, razılaşdıq. Baba, bu uşaqdan xilas olmalıyıq. Bu əclaf gəlinə kimi evin ən kiçiyi, ən seviləni mən idim. Vallah nə bilmir, bu uşaq zurna kimidir. Millidir, özümüzünküdür. Amma baş ağrısı verir də. Bəli, əziz izləyicilər, xoşbəxtlik tətbiqinin tam qəbul olunması ilə insanların bir-birinə münasibəti də tamamilə dəyişib. Küçədə demək olar ki, hamı bir-birinə ancaq xoş sözlər deyir. Təbii ki, cəmiyyət arasından xoşbəxtlik tətbiqinə qarşı çıxanlar da var. Bunlardan biri də Adil bəydir. Mən bu tətbiqə tamamilə qarşıyam. Çünki bu insanları süniləşdirir. Hamı yalandan bir-birini tərifləyir. Hamı özünü 5 xal almağa çalışan taksi sürücüsü kimi aparır. Sizə gözəl olduğunuzu deyəcəm və siz mənə 5 xal verəcəksiniz, hə? Demirəm. Siz gözəl deyilsiniz, siz zibilə oxşuyursunuz. Aa! Sən heç kimin arvadına zibilə oxşuyursan deyə bilməzsən, ayaq uraş. Camaat yiyəsiz deyil. İt oğlu.
mənə bir xal verdi. Lənət olsun. Uzağın bir adı var, uzağa gedir yollar, itirir izlərini. Hazırda canlı bağlantı ilə bir faciəyə şahid olduq. Növbəti xəbərimiz möhtəşəm isinin şəxsən özü ilə əlaqədardır. O öz məqsədinə çatdı. Ancaq xoşbəxtlik tətbiqinin bütün dünyada qəbul olunduğu vaxtdan etibarən onun yerini heç kəs bilmir. Bu haqda şayələr gəzir ki, isi ailəsinin yanına gedib. Ola bilməz. Niyə də olmasın? Canan, söndür televizoru. Elə oldu. Sən bura gəlməməliydin. Onu kim deyir? Bir gün gələcəyini bilirdim, amma gəlməməliydin. Bu ailə mənim ailəmdir. Mənim də ailəmdir. Gəlmək istədim və gəldim. Həyatımı öz qatilim olaraq yaşamağıma səbəb olma. Onsuz da ola bilməzsən. Mənim artıq uşağım var. Onu itirməmək üçün nələr eləyə bilərəm bilmirsən. Xoşbəxtsən? Bunun sənə dəxli yoxdur. Xoşbəxtsən? Rədd ol, get burdan. Sualıma cavab ver, ya da vur məni. Çıx get. Xoşbəxtsən? Necə yəni? Silahımı boşaltmısan? Yaddan çıxartma. Sən mənim kopyamsan. Mən sənin kopyan deyiləm. Hara fırlasan, bir İsmailin nə edəcəyini səndən daha yaxşı bilirəm. Bunları geyin. Sən canım və ailəmlə qalacaqsan. Onlar həmişə elə biləcəklər ki, kopya olan mənəm. Razılaşdıq? Razılaşdıq. Nə istəyirsən indi? Xoşbəxtsən? Xoşbəxtəm desən, yerinə qayıtmaq istəyəcəksən? Ona görə gəlməmişəm, narahat olma. Bunu İki ayrı seçim eləyən İsmailin səmimi söhbəti kimi fikirləş. İnsanın uşağı olandan sonra özünün xoşbəxt olub-olmadığı haqqda fikirləşmir. Uşağını xoşbəxt etməyə çalışır. Xoşbəxtlik də elə budur. Kimisə xoşbəxt etməyə çalışmaq. Bəs Canan? Canan nə? Onu sevdiyini fikirləşirsən? Atam bir dəfə demişdi ki, uşağının anası olmadan əvvəl heç bir qızı sevə bilməzsən. Bəs sən? Bədbəxt olduğumu fikirləşmirəm, amma xoşbəxtliyə də özümü aldatmaq istəmirəm. Xoşbəxtliyi yox, Cananı soruşuram. Onu hələ də sevirsən? Onu sevdiyim vaxtlarımı sevirəm. Axırıncı gəlişimdir. Bir də gəlməyəcəm. Narahat olma. Onsuz da mən nə yaxşı övlad ola bilərəm, nə də yaxşı ata. Sən qızım üçün bir atanın vəzifəsindən daha böyük bir şey eləmsən. Necə yəni? Ona daha yaxşı bir dünya yaratmısan. Onlardan müğayət ol. İsmail? Ata? Nəsə olub İsmail? Mən bir iki şey soruşmalıydım İsmaildan. Ona görə gəlmişdim. İndi getməliyəm. İçəri gəlib çay içəsən bəlkə, utanma. Belə baxanda sən də bizim oğlumuz sayılırsan. Yox, gec narahat eləməyim. Başqa vaxt gələrəm. Nə tər məsləhətdir? Özünüzə yaxşı baxın. Hüseyn əmi. Artıq bir müddətdir ki, yaxtası ilə səyahətə çıxan möhtəşəm isinin harda olduğu bilinmir. Çoxumuz onun əfsanəvi sevgisi haqqında eşitmişik. Bəlkə də elə həmin uşaqlıq sevgisinin arxasınca gedib. İllərdir tək bir qadını sevən isi deyilənə görə heç vaxt sevgisinə xəyanət etməyib və heç kəslə münasibət qurmayıb. Hamı üçün belə sevgilər arzulayıram. Növbəti musiqi də elə sevgidən gəlsin. İsmail bilirdi. İdeya ölməlidir ki, qəhrəman yaşasın. Eşidirsən? Bəs deyil artıq. Hekayə zirvədə bitəcək demişdin. Zirvədəyəm. Hekayə dibdə bitəcək demişdin. Dibdəyəm. Ya da qəhrəman ölməlidir ki, ideya yaşasın.
Xoşbəxt və bədbəxt sonlar hekayələrdə olur. Bu da bir hekayədir. Kimisinə görə xoşbəxt, kimisinə görə isə bədbəxt. Real həyatda isə ümumiyyətlə sonlar olmur. Real həyat açar halqası kimidir. Amma bu halqada başladığı yerə qayıdır. İsmail! Amma hər dəfə halqanın bir üst mərtəbəsi ilə. Bundan sonra mən işləmirəm. Pensiyaya çıxıram. İsmail, bundan sonra evin bütün işlərini sənə tapşırıram. Ata? Bir iş tap özünə. 5 il universitetdə oxutdum. İndi evin kişisi olmağın vaxtıdır. Ailənin bütün idarə etməsini sənə tapşırıram. Bir dəqiqə. Ata, məncə riskə getməyə ehtiyac yoxdur. Bu şüursuz mənim ehtiyaclarımı qarşılaya bilməyəcək. Mən hələ balacayam, məktəbdə oxuyuram. Musa sən də buradaymışsan ki. Hüseyn, bəlkə işdən çıxmamışdan qabaq biraz fikirləşəsən? Mama? Bax, söhbət İsmaildan gedir. Heç. Yuxudan öz başına dura bilmir bu uşaq. Axırıncı dəfə işıq pulunu götürüb, gedib əvəzinə lampa alıb. Uşağın üstünə çox da getməyin. O elə cavandır. Mən 10 yaşında olanda c***dan biri idim. Baba? Zəhrimar baba, çor baba. Az yat da. Anam, yumurta almağa da məni göndərir. Eşidirəm. Yox, mən artıq orada işləmirəm. Uran? Uran nədir? Real həyatda sonlar olmur. Hər şey başladığı yerə qayıdır.